Rəhman və Rəhim olan Allahın adı ilə hər birinizi xoş gördük. Əziz tamaşaçılarımız, bu gün biz din və cəmiyyət verilişində zikirlərlə bağlı söhbət aparacağıq. Niyə zikir edirik? Zikir bizə nə verir? Zikir etməsək nə olar? Ümumiyyətlə, zikir edəndə insan nə tapır? Bu kimin suallarla verilişimizin qonağı, Heydər Məscidinin imamı, ilahiyyatçı Şahin İsmailova müraciət edəcək. Şahin müəllim, verilişimizə xoş gəlmişsiniz. Bugün zikirlər mövzusu qoyulur ortayalığa, yəni bugün tamaşaçılarımız üçün də mənə maraqlı olar. Zikir, çünki hər birimiz ümumiyyətlə istər namaz vaxtı, istər namazdan əlavə, bayram günlərində və insan bəzən dara düşəndə də çoxlu zikirlər edir. Ümumiyyətlə, zikir nə deməkdir? Dini mənbələr bu haqda nə deyir? Rəhman və Rəhim olan Allahın adıyla öncəliklə sizi və bizi lentə alan kameramanlarımızı salamlayıram, televiziya heyətini, rəhbərliyini salamlayıram və bizi izləyən davamlı tamaşaçılarımızı salamlayıram. Mövzumuz gündəmdə olan mövzudur, maraqlı bir mövzudur. Zikir. Zikir sözü xatırlamaq deməkdir, yad etmək deməkdir. Bəzən bunu anmaq kimində tərcümə edirlər, anmaq, yəni Allahı anmaq, yaradılışı xatırlayaraq, düşünərək, yenə Allahı fikirləşmək, düşünmək kimi. Quran-ı Kərimdə zikirlərlə bağlı çoxlu ayətlər var, 100-ün üstündə ayət var zikir sözü ilə bağlı. Deməli, Əhzab surəsi var Quran-ı Kərimdə, elə ən məşhurlarından birisini deyim ayətlərdən. Uca Yaradan buyurur ki, Bismillahirrahmanirrahim, Yə əyyuhəl-ləzīnə əmənu, ey iman gətirənlər. Yenə bunu biz yadınızdadırsa, Ramazan ayında, Ramazanda tutulan oruçla bağlı danışanda dedi ki, Allah bu orucu iman gətirənlərdən istəyir. Burada da bu zikir məsələsini Allah iman gətirənlərə xitab eləyir. İman gətirməyəndən işi yoxdur zaten. Yəni, iman gətirsin, ondan sonra baxarıq məsələsi kimi. Yə əyyuhəl-ləzīnə əmənu, ey inananlar, ey iman gətirənlər. Uzkurullaha zikran kəsira. Allahı zikr edin, həm də çox zikr edin. Uzkurullaha, Allahı zikr edin. Zikran kəsira, həm də çox zikr edin mənasında. Və sabbihuhu bukratan və asilə, onu səhər, axşam təsbih edin, deyir. Yəni, bu ayət bizə birbaşa anladır ki, bu mütləq bir şəkildə olması gərəkən bir şeydir. Zikirlər deyəndə, ümumiyyətlə, insanlar fərqli düşüncələrə varırlar. Bəzən insanlar zikri məhdudlaşdırırlar. Hər hansı bir deyək ki, zikirlə. Misal üçün deyirəm, bizim indi namazdan sonraki o zikirlərlə məhdudlaşdırırlar və ya gündəlik edilən zikirlərlə məhdudlaşdırırlar. Yəni, zikir məhdud çərçivəyə deyil əslində. Çox geniş mənanı əhatə edən bir məfhumdur, anlayışdır. Hətta başqa bir ayətdə Uca Yaradan Fəzkuruni əzkurukum. Məni zikr edin, mən də sizi zikr edim. Allah bizi necə zikr etsin. Zikr deyəndə, yəni biz zikr edəndə nə edirik? Allahı yad edirik də, Allahı xatırlayırıq. Uca Yaradan buyurur ki, Fəzkuruni, məni zikr edin, məni xatırlayın, məni yad eləyin, əzkurukum, mən də sizi yad eləyim. Bəzən insanlar şəhət edirlər ki, Allah bizim niyə dualarımız qəbul olmur? Biz niyə, məsələn, nə vaxtı, məsəl üçün də bu çətinlikləri yaşayırıq? Yəni, Allah əgər birbaşa bizlə ünsiyyət qurmuş olsaydı, sən nə zaman məni xatırladın ki, mən səni xatırlamayam? Bəlkə də belə bir cavab verərdi. Sən məni nə zaman çağırdın ki, mən sənə cavab verməyəm? Əslində, biz dara düşəndə deyil, hər zaman onu çağırsaq, dara düşdüyümüz zaman da Allah bizə yardım edəcək zaten. Çətinliyə düşəndən düşənə axtaraq, yaxınımızı, əzizimizi. Bir də vardır ki, davamlı ondan ünsiyyətdə olaq, hər hansı bir çətinliyimiz olduğu zaman da bizə sevə-sevə yardım eləsin. Amma biz çətinliyə düşdüyümüz zaman hər hansı bir yaxınımızı axtarsaq, bu adam hiss eləyər ki, məni çətinlik zamanlarında axtarır. Allah Teala məni xatırlayın, davamlı olaraq xatırlayın, yad eləyin ki, mən də sizi yad eləyim. Vəşkuruli və lə təkfurun. Mənə şükr edin, deyir. Təşəkkür sözünün biraz fərqli formasıdır əslində. İnsan insana təşəkkür eləyər,
minnətdarlıq eləyər. Allaha isə təşəkkür yox, şükür eləyər ki, Allahım şükürlər olsun ki, bizə bu sağlamlığı vermisən, şükürlər olsun sənə ki, bizə bu nemətləri vermisən, şükürlər olsun sənə ki, bizə belə bir ailə nəsib eləmisən, şükürlər olsun sənə ki, bizi belə bir məmləkətdə dünyaya gətirmisən, şükürlər olsun ki, belə bir səadət bizə bəxş eləmisən. Yəni, şükürlər olsun ki, belə bir Rəbbimiz vardı. Bəli, həmd olsun. Maraqlı bir şey deyəcəm, çox gözəl bir yerə toxundunuz. Çox dəyər verdiyim və sevdiyim bir insan var idi bizə universitet illərində. Bir gün bunun qonağı olduq, evində bir yazı var idi. Yazıda belə bir cümlə işlənirdi ki, Allahım, mənim elə bir şeyim vardı ki, sənin yoxundur. Hər birimiz üçün maraqlı idi bu cümlə. Bu necə bir cümlədir? Bu necə bir xitabdır Allaha? Mənim elə bir şeyim vardı ki, sənin yoxundur. Cümlə davam edir. Mənim sənin kimi bir Rəbbim var, sənin isə Rəbbin yoxdur. Gözəl ifadə. Həqiqətən də möhtəşəm bir cümlədir. Yəni. Mənim sənin kimi bir Rəbbim var, sənin isə buna ehtiyacın yoxdur mənasında. Yəni Allah Taalanı davamlı olaraq yad etmək, onu anmaq, onu xatırlamaq bir möminə, bir iman gətirən birisinə əslində vacib bir məsələdir. Çünki onu xatırlamasaq, onu yad etməsək, hətta başqa bir ayətlərin birisində əgər sizin duanız, əgər sizin namazınız, əgər sizin yalvarışınız olmasaydı, Rəbbiniz sizə nə deyə əhəmiyyət versin ki? Yəni biz onu axtarmasaq, ona sığınmasaq, ondan imdad istəməsək, diləməsək, ona ehtiyaclı olduğumuzu ona hiss elətdirməsək, Allah bizi niyə axtarsın ki? Ona görə də zikr etmək, hətta başqa bir ayətdə, Əraf surəsi 205-də, Bismillahirrahmanirrahim, Vəzkur Rabbəkə, Rəbbini zikr et. Fi nəfsikə özündə, təzərruən və xifətən və dunəl cəhri, minəl qavli, bilğuduvi vəl-əsal, və lə təkun minəl qafilin. Təvazı ilə. Yəni, biri var ki, Allaha dua eləyirik, sanki ərkiyanə bir şəkildə istəyirik, hökm verər kimi. Deyil bu, yəni bu şəkildə dua eləməzlər. Allaha sən hökm verər kimi danışa bilməzsən. İstəyəndə belə təvazökar bir şəkildə, sanki sən ehtiyaclısan, sənin ehtiyacı ödəyəcək olan yaradandır. Yəni o şəkildə hansı hal lazımdırsa sərgiləmək, onu sərgiləginən. Sən Allaha yol göstərə bilməzsən. Yəni sən bunu belə eləməlisən, niyə belə eləmədin? Allah Taala hesab soruşacağımız birisi deyil. Hətta dua edərkən müəyyən bir dualar var ki, Allah Taala'dan istəyəndə deyir ki, Allah, sənin məsləhətin sayəndə, əgər rəva bilirsənsə bunu həyata keçir. Çünki biz Allahsız heç çox hərəkət eləyə bilmərik. Hətta belə bir iki şəxs olur, bunlar gəmidə gedərkən nəsə bir dənizdə fırtına baş verir. Biri deyir ki, Allah sən saxla, Allah sən saxla. Digəri deyir, o birinə deyir ki, sən niyə demirsən, Allah'a demirsən ki, ay Allah sən saxla. Deyir, mən hər gün, hər zaman Allah'ı zikr edirəm. Amma sən bu gün tufana düşmüsən deyə sən Allaha çağırırsan. İnsan gərək tək dara düşdüyü məqamda yox, insan bütün məqamlarında, hər saniyəsində, hər anında Allaha zikr edə. Nə yaxşı olar ki, ümumiyyətlə bizim çox gözəl zikirlərimiz vardı. Onlar insana bir rahatlıq gətirir, insana bir ruh verir, insanın qəlbi açılır. İnsan Allaha zikr edəndə Allahdan sənin başına o yağılacaq o nurunu, onun mərhəmətini, sevgisini daxili aləmində insan hiss edir. Çünki o qədər ürəkdən, o qədər qəlbdən Allaha zikr edirsən ki, Allah Taala sanki səni duyur, eşidir və sənin istədiyini həyata keçirmiş kimi olur. Ona görə zikirlərimizin böyük bir qüvvəsi vardır. Yəni bu zikirlərdən yan keçməyək. Yəni hər bir insan, yenə deyirəm, bir çətin anında yox, hər anında zikr etməyə bacarmalıdır. Mənim olan səndə yoxdur Rəbbim, çünki sənin belə bir Rəbbin yoxdur. Nə gözəl bir ifadədir. Həqiqətən də biz xoşbəxt insanlarıq ki, bizim hər gün üzümüzü tutacağımız Rəbbimizə əl açıb, hətta yalvararaq, ağlayaraq, xısın-xısın ondan istədiklərimiz bir Allahımız vardır. Çünki hər bir insanın qapısını bir neçə dəfə döyə bilərsən. Amma onun qapısı hər zaman gecə də, gündüz də açıqdır. Yetər ki, əllərini açıb Allah Taala'dan istədiyini istəyəsən. Bəli, yəni Rəbbimizi səhər, axşam
unutmamalıyıq. Səhər axşam yad eləməliyik. Davamlı olaraq xatirimizdə olmalıdır. Davamlı olaraq yaddaşımızda olmalıdır. Yol gedərkən, işləyərkən, evdə olarkən, yemək bişirərkən, həyətdə işləyərkən, iş yerində olarkən davamlı olaraq Neysə ki, nəfəsin varsa. hə, yəni bizim könlümüzdə, qəlbimizdə, dilimizdə, şuurumuzda Allah olması Allah lazımdır. olsun. Xatırlamalıyıq. Düzdür. Şahin müəllim, zikir gündəlik həyatımızda necə edilməlidir? Zikir Peyğəmbərimizdən, imamlarımızdan, haqq dostlarından bizim üçün müəyyən olunan zikir nümunələri var. Hətta elə bilirəm, keçən verilişlərimizin birində biz namazdan sonra edilən zikirlə bağlı bir xanım Zəhranın zikri deyə bir ifadə işlətmişdik. Çünki namazlardan sonra təsbih çəkirlər, təsbih deyirlər. Hətta nənə babalarımız belə deyək, namazdan sonra bir uzun müddət oturardılar, bir yarım saatdan oturardılar zikrin başında, təsbihin başında, onlar zikr edərdilər. Namazdan sonra etdiyimiz bu zikir ki var, bəzən insanlar arasında bəziləri irad bildirir ki, siz namazdan sonra niyə xanım Zəhranı xatırlayırsınız? Axı biz namaz Allahı xatırlamaqdır, Allahı yad eləməkdir. O insanlar təbii ki, anlamadıqları üçün bu ifadəni işlədirlər. Zikri, xanım Zəhranın zikri deyəndə biz xanım Zəhranı zikr eləmirik, Allahı zikr eləyirik. Amma ilk dəfə bu zikri Peyğəmbərimiz xanım Zəhraya öyrədib. Ki, namazdan sonra 34 dəfə Allahu Əkbər, 33 dəfə Elhamdülillah, 33 dəfə Subhanallah deyirik. Bu ilk dəfə xanım Zəhraya öyrədilən zikir olduğu üçün Peyğəmbərimiz tərəfindən adı xanım Zəhranın zikri qalıb. Yoxsa bu xanım Zəhranı zikr eləmək deyil əslində. Allahı zikr eləməkdir, Allahı xatırlamaq, Allahı yad eləmək. Gündəlik həyatımızda təbii ki, zikirlər var. Allahın əsması, baxın, bu məscidimizin divarlarında görsənir. Bəli, Allahımızın adları. Quran-ı Kərimdə gözəl adlar Allaha məxsusdur. Çağırdığınız zaman onları o adlarla çağırın deyir. Fəd'uhu bihə və lillahil əsmaul husna. Gözəl adlar Allaha məxsusdur. Fəd'uhu bihə, onu da çağırın. Baxın, 99 isim deyirik Allaha xas olan. Biz hər hansı bir gündə, hər hansı bir anımızda, yəni şərt deyil ki, hər hansı bir zikri etməsək bu doğru olmaz. Yox, Allahın hansı ismini çağırsaq Allahındır. Misal üçün, orada yazılıb Əl-Azim, Əl-Musavvir, Əl-Muayyin, Əl-Qadir, Əl-Qaffar. Yəni, hər birisi Qaffar. Yəni, bir günah etmirsən, xəta eləmirsən, bağışlamaq istəyirsən Əl-Qaffar. Ya Qaffar, ya Qaffar, ey bağışlayan, ey bağışlayan. Və yaxud da ki, bir, nə bilim, sıxıntın var, bir çətinliyin var. Bu, Allahın ey çətinlikləri asanlaşdıran, ey asanlaşdıran, çətinlikləri asanlaşdıran. Yəni, bu duasını, Allahın ismini, Allahı zikr eləmək istəyən, ya Quddus, ey müqəddəs, ey bütün qüsurlardan kənar olan, ey Subhan, ya Subhan deyə zikr eləyə bilər, ya Qafur, Allahın yenə bağışlayan isimlərindən. Mən əslində bunların bir neçəsini burada qeyd eləmişdim, gündəlik zikirlərimizdə. Rəhman Allahın isimlərindəndir. Amma Rəhman çağırdığımız zaman bizdə hansı dəyişikliklər olur və necə olur, hansı amanla çağırmalıyıq, buna diqqət eləsək daha yaxşı olar. Məsələn, ya Rahman deyəndə, ey mərhəmətli olan, sənin rəhmətinə ehtiyacın var, sənin şəfqətinə ehtiyacın var mənasında. Ya Rahim deyəndə, bu da əslində bağışlayandır, amma bunun bir fərqli xüsusiyyətləri var, təhlükələrdən qoruyan. Kimin yazırlar kitablarımızda ki, Allahın bu ismini zikr etdiyimiz zaman, yəni, ya Rahim deyəndə, ey təhlükələrdən qoruyan kimi Allaha bir xitab edir. Yəni, bizim sıxıntımız var, narahatçılığımız var, bu təhlükələrdən qorunmaq üçün sənə sığınıram mənasında. Sonra ya Quddus deyərsən nə olar? Allah Teala ki, bütün Quddus, yəni müqəddəslik Allahın isimlərindəndir, aşılayır insanlar. Yəni, bunu dediyimiz zaman nə olur? İnsan deyir, gözəl əxlaqlı olar. Bunu davamlı zikr eləyərsə, ya Quddus, ya Quddus. Çünki bu qüsurlardan təmiz mənasındadır. Yəni, insan bunu çox zikr elədiyi zaman özü də qüsurlardan təmizlənməyə doğru bir qapı açılır, bir yol açılır buna. Və yaxud da ki, ya Cəbbar,
müsibətlərdən qorunduğun zaman deyir, qorunmaq istədiyin zaman bu duanı oxuyun. Ya Cabbar, bir sıxıntın var, bir müsibət var, bir bəla varsa, Ya Cabbar deyə bir xitab eləyəcəksən. Gün ərzində yəni bu zikri eləyəcəksən mənasında. Təbii ki, zikirlər fərqlidir, zikirlər çox çeşid zikirlər vardır. Bəzən kitablarda rast gəlirik, bəzən namazdan sonra ediləcək zikirlər. Yəni bizim üçün ən məşhur zikir Peyğəmbərimiz tərəfindən, ariflər tərəfindən La ilahə illallah zikridir. Ki, ən məşhuru bütün zikirlər gəlir, dolanır həmin o La ilahə illallahın başına. Çünki La ilahə illallah dediyimiz zaman Allahım səndən başqa bir ilah yoxdur deyirik. Yəni səndən başqa bizə yaxın olan, bizi idarə edən, bizə yardım edəcək, yəni hökmranlıq edəcək, varlıq sahibi, varlıq aləminin sahibi, yaradanı yoxdur səndən başqa. La ilahə illallah zikrini dilimizdə nə qədər çox eləsək, bir o qədər faydalı olar bizim üçün. Həm də elə pis düşüncələrdən, mənfi düşüncələrdən, zərərli vərdişlərdən eyni zamanda qorunmuş olarıq, kənar olmuş olarıq. Yer gəlmişdən belə bir sual da vermək istəyərdim. Zikr etməsək nə olar? Dedi ki, zikr elədiyimiz zaman Allahı xatırlayırıq. Zikr etməyəndə artıq Allahı unuduruq. Zikr etmirik, yəni yad eləmirik. O demək deyil, dilimizdə mütləq bir şəkildə bunu səhərdən axşama deməliyik. Yox, yəni şuurumuzdan çıxardırıq sanki. Allah yoxmuş kimi yaşayırıq sanki, haşa. Yəni, mühüm məsələdir. Hətta Quran-ı Kərimdə, mən burada qeyd eləmişdim, onu sizin diqqətə çatdırım. Həşr surəsi 19-cu ayətdə Və lə təkunu kəlləzinə nəsullaha, Allahı unudanlar kimin olmayın. Yəni, zikr etməmək Allahı unutmaq deməkdir. Zikr etməmək. Və lə təkunu kəlləzinə nəsullaha, Allahı unudanlar kimin olmayın. Fəənsəhum ənfusəhum. Nəticə nə olar? Allah deyir ki, onlara özlərini belə unutdurar. Necə yəni özlər? Sən kimsən xatırlaya bilməsən. Yəni, nə mənada, nə iş görürsən, nə edirsən, görəvin nədir, vəzifən nədir, ailədə sənin görəvin nədir, ailən üçün nə etməlisən, vətən üçün nə etməlisən, iş yerində sənin görəvin nədir, nə etməlisən, cəmiyyətdə sənin rolun nədir, nə etməlisən, insan qəflətdə olur, unudur. Bilmirsən, baxsan ki, bir də baxsan ki, bütün təhlükələrə sən qarışmısan, sıxıntılı işlərə girişmirsən. Yəni, sən qəflətdə olduğun zaman, Allah unudulduğu zaman bəlalara, müsibətlərə insan gedib, məsələn, qurşanır, gedib, məsələn, çatır o hissələrə. Ona görə də Allahı unutmaq çox təhlükəli bir şeydir əslində. Allahı unutmayın ki, daha doğrusu unudanlardan olmayın ki, Allah da onlara özlərini unutturmuşdur, deyir, unutdurar. Və arxasınca ayətdə Ulaikə humul fasiqun, onlar isə açıq-aşkara günah edənlərdir, deyir. Yəni, biz Allahı unutsaq, Allah uzaq eləsin, kimliyimizi unudarıq, görəvimizi unudarıq, məqsədimizi, hədəfimizi unudarıq. Ailədə qayğı, ailədə diqqət, böyüyə ehtiram, kişiyə şəfqət, mərhəmət, vətən sevgisi, millət sevgisi, qonşuya ehtiram, ağsaqqala, böyüyə ehtiram, kiçiklərə xoşgörü. Yəni, bunların hamısı kənarda qalır artıq. Bir sözlə şeytana yoldaş olarıq. Bəli, qəflətdə olursan, nə elədiyini sən bilmirsən, xatırlamırsan deməkdir. Yəni, Allahsız haşa bir həyat yaşamaq deməkdir ki, o da çox təhlükəlidir. Düzdür. Məsələn, görürsünüz ki, bəzən bir adam yaxşı işlərlə məşğul olmur, həyatda düzgün yol tuta bilmir və yaxud da işləri düz gətirmir. Kənardan baxanda deyir ki, Allah Taala o insanı unudub. Belə şeylərlə biz rastlaşırıq, amma doğrudan da sizin bu söhbətinizdən sonra belə aydın oldu ki, demək o insan Allahı unudub ki, Allah Taala onu unudur. Bir şəkildə Allahı yad eləsək, kimsə deyə bilməz ki, mən Allahı yad eləyirəm, Allah məni yad eləmir. Peyğəmbərimizin könüllər sultanı, iki cahan günəşi, Peyğəmbərlərin baş tacı. Belə bir gözəl ifadəsi var. Buyurur ki, Allah qatında hansı səviyyədə olduğunuzu bilmək istəyirsinizsə, baxın Allah sizin qatınızda hansı səviyyədədir. Çox gözəl bir sözdür. Yəni, biz fikirləşsək ki, Allahın nəzərində mən hardayam? Allah məni neçənci, məsələn, insanlar içərisində mənə xüsusi diqqət yetirirmi və ya görürmü, müşahidə eləyirmi, mənə yardım edirmi, mən onun üçün nə qədər yaxınam, nə qədər əzizəm. Peyğəmbərimiz deyir ki, o zaman baxın qəlbinizə ki, Allah sizin üçün nə qədər əzizdir, nə qədər yaxındır. Sizin oradakı yerinizi Allahın sizin qəlbinizdəki yeri müəyyənləşdirəcək. Yəni, çox gözəl bir ifadədir. O zaman da nə edəcəyik? Allaha yaxın olmağa çalışacağıq.
davamlı olaraq xatırlamağa çalışacağıq. Hətta mən burada bir haşiyə çıxım. Bəzən insanlar rahatçılıq axtarırlar da. Ümumiyyətlə, insan rahatçılığa meyillidir və olması gərəkən, istirahət eləməsi gərəkən bir varlıqdır. Nə eləyirsə ki, bunu eləyim, rahat olun, bunu eləyim, evladım rahat olsun, bunu eləyim, qonşum rahat olsun, bunu eləyim, belə-belə və insanın özünün rahatçılığı lazım olur. Onun üçün də Quran-ı Kərimdə Uca Yaradan buyurur ki, deməli, Ra'd surəsi 28-ci ayətdədir. Bismillahirrahmanirrahim. Əl-ləzīnə əmənu və tatmainnu qulubuhum. O şəxslər ki, iman gətirdilər və qəlbləri rahatçılığa çatdı. Sonra deyir ki, bizikrilləhi və qulubuhum bizikrilləhi ələ bizikrilləhi tatmainnul qulub. Bilin və agah olun ki, qəlblər yalnız Allahı xatırlamaqla rahatçılıq taparlar. Yəni, bir qəlbdə Allah yoxdursa, nəyin arxasınca gedir, onu əldə eləsin, yenə rahatçılıq tapa bilməz. Maraqlı bir şey mən oxumuşdum, sosial şəbəkələrdə qarşıma çıxmışdı ki, bu xarici ölkələrin birisində bir cavan oğlan bütün hər bir şeyə, məsələn, arzulur, nail olur. Bu qədər pulum olsun, olur, filan yerdə evim olsun, olur, filan yerdə filan imkanım olsun, olur, filan şeyi əldə edeyim, eləyir və sonda narahat olur, deyir ki, bəzən indi mən gələcəm bu məsələyə, intihara cəhd edir ki, gedim bunu eləyim görüm, bu nə cür bir şeydir. Və hətta gedir, sonra da özünü yuxarı bir yerdən atır aşağıya, dünyasını dəyişir. Niyə? Çünki o qəlbdə Allah olmadığı zaman narahatçılıqlar olur. O qəlbdə Allah varsa, ona iman varsa, ona güvən varsa, ona sığınmaq deyə bir şey varsa, ona təvəkkül varsa, sənin üçün nə çətinliyin olacaqdır ki? Sənin bütün çətinlikləri həll eləyəcək birisi varkən, sən nəyin narahatçılığını yaşayırsan ki, bu qədər özünü, məsələn, əfsuslar olsun ki, son vaxtlarda bir neçə bu intihar yeni hadisəsi ilə rastlaşırıq. Yəni, Allahı anırıqsa, intihara cəhd eləməməliyik. Allaha güvəniriksə, bizim çətinliklərimizi asanlaşdıracaq olan, bizi darda qoymayacaq olan birisini qəbul etmişiksə, bu intihar artıq qəbul edilməz bir şeydir bir mömin üçün. Etməməsi lazımdır. Düzdür, əlbəttə düzdür. İnsanın o məhəbbəti, sevgisi, Allaha inamı, etiqadı dildə yox, qəlbdə olmalıdır. Zaten qəlbimizdə Allahı təsdiq eləməsək, yəni dilimizdə la ilahə illallah dediyimiz zaman qəlbimiz, iç dünyamız, bütün varlığımız, mənəviyyatımız, ruhumuz onu təsdiq eləməsə, biz iman gətirmiş sayılmırıq. Ona görə də hər şey içdən gəlməlidir. Hər şey insanın qəlbində olmalıdır. Görürsünüz, bir şey, bir insana bir iş tapşıranda deyir ki, içimdən gəlmir, mən bunu edəm. Ona görə də, yəni, yenə deyirəm, zikir də edə bilərik, namaz da qıla bilərik, Allaha dua edə bilərik, mömin də ola bilərik. Amma ən əsası budur ki, qəlbimizdəki olan Allaha məhəbbət, Allaha sevgi daha möhkəm olsun. O olmasa, bizim etdiyimiz zikirlər də, etdiyimiz dualar da, yəni Allah Teala tərəfindən mənə elə gəlir ki, çox da müstəcəb olmasına görə ki, hər şey bizim qəlbimizdə olmalıdır. O qəlbimiz Allahla döyünməlidir. Növbəti belə bir sual da vermək istəyərdim. Doğrudan da belə bir sual, yəni elə bir sualdır ki, bugün sosial şəbəkələrdə çox, yəni bu olan bir hallardır. Sosial şəbəkələrdə fərqli zikir növləri görürük. Bunlar haqda nə deyə bilərsiniz? Bax, bu zikirlər düzgündürmü? Həqiqətən də o zikirlər yerində ediləsidirmi? Bir sözlə, həmən o sosial şəbəkələrdə edilən zikirlərə inanaqmı, ya inanmayaq? Aybəniz xanım, bu suala keçməmişdən öncə maraqlı bir şey xatırladım. Bu ayət ki oxuduq. Bəli. Quran-ı Kərimin Hicr surəsində bir ayətdə Uca Yaradan Quranın isimlərindən birisi zikirdir, eyni zamanda bunu xatırladaq. Bəli. Uca Yaradan buyurur ki, İnnə nəhnu nəzzəlnə zikra və innə ləhu ləhafizun. Quranın əslində təhrif olunmamasının sübutu kimi bu ayəti də göstərmək olar ki, Uca Yaradan buyurur ki, onu biz nazil etmişik. Onu yəni nəyi? İnnə nəhnu nəzzəlnə zikra. Həmən bu zikir söhbəti gedir. Zikir Quran-ı Kərimin isimlərindən birisidir. Biz bu zikri, biz bu Quranı nazil etmişik və biz bunu qoruyuruq. 1446 il artıq hicri tarixi və plusdakı 13 ildə gəlsək bunun üstünə 1459 il aşağı yuxarı ki, Quran nazil olmağa başlayıb
və 23 ildə tamamlanıb və 23 ildən sonra bu qısa bir müddət sonra artıq bu cildlənib, bu nüsxə şəklini alıb, musaf şəklini və o gün bu gündür ki, həmin tərtib olunduğu kimi bizim əlimizdədir. Yəni zərrə qədər nə orada artırma, nə əksiltmə mümkün də deyil əslində. Çünki bunu qoruyan Allah Teala deyir ki, bizik. Və orada bir şey də deyim ki, qəlbimizdə yəni zikir olduğu zaman deyəndə əslində qəlbimizdə eyni zamanda Quran olmalıdır. Bəli. Yəni zikir deyəndə sadəcə xatırlamaq deyil, eyni zamanda Quran-Kərimin də əsmasından birisi zikir olduğuna görə qəlbdə Quran olacaq. Yəni onunla davamlı ünsiyyətdə olacaq. Onu davamlı oxuyacaq. Çünki bizə göndəribdir da, yaradan bizim üçün göndərib. Bizə təsəvvür edin ki, Allah Teala nə qədər dəyər verir ki, bizə ayətlər göndərir. Bizi başına da buraxa bilərdi. Gedin, nə cür bilirsiniz, ağıl vermişəm sizə, özünüz axtarın, tapın deyə bilərdi. Sizə şuur vermişəm, tapın deyə bilərdi. Amma bizə Peyğəmbər göndərir, bizə ayət göndərir, bizə kitab göndərir, istiqamət verir və biz onu gündəlik həyatımızda tətbiq eləsək, oxusaq, eyni zamanda Quran bizim qəlbimizdə olarsa, bizim üçün daha belə deyim, faydalı olar və Allaha daha yaxın olarıq, dinimizi doğru, düzgün bir şəkildə, daha mükəmməl bir şəkildə yaşamış olarıq. Və mən bunu bir neçə çıxışımızda qeyd eləmişdim ki, təəssüflər olsun ki, Quran deyəndə sadəcə ölülərimiz üçün oxuyuruq. Yəni ölülərimiz, dünyasını dəyişən yaxınlarımız yadımıza düşür ki, hə, ona bir Quran oxuyaq. Və ya qəbirstanlığa gedirik, orada oxuyuruq, və ya yas yerinə gedirik, orada oxuyuruq. Yəni, Quran deyəndə sadəcə məsciddə oxunan, Quran əslində stolüstü kitabımız olmalıdır evimizdə bizim ki, hər gün onunla ünsiyyətdə olmalıyıq biz. Çünki Yaradan bizə 6236 ayət göndərib, yəni cümlə desək buna. Yəni, biz necə ola bilər ki, Allahın göndərdiyi ayəti biz deyək ki, yəni bu ölü üçündür da, ölülər oxuyarıq. Amma bizim üçün Quran-Kərimin heç bir yerində ölü üçün deyə bir xitab yoxdur əslində. Düzdür, ölümdən sonraki həyatı anladan ayətlər var. Aşağı-yuxarı 1/4 hissəsi Quran-Kərimin 1500-ün üzərində ayət ölümdən sonraki həyatla bağlı danışır. Bəzən soruşarlar ki, kim oradan xəbər gətirdi? Qurana inansansa, Quran zaten deyir. Bir də kimi ötürdülər ki, gəlmədi? Yəni öz başınalıq deyil ki, yox, mən peşmanladım, məni qaytarın. Ona görə də yəni Quran həyatımızda olarsa, qəlbimizdə olarsa bizə bir üfüqlər açılar, bizə bir işıq açılar, bizə bir yol açılar və heç bir zaman biz ümidsizliyə qapılmarıq. Davamlı olaraq hüsn-i zənn, davamlı olaraq Allaha sığınmaq, Allahdan yardım istəmək və mənim belə bir Allahım varsa mütləq mənə yardım edəcək. Ümidi ilə bütün gözəllikləri etməyə çalışmaq və ona təvəkkül edib bütün sıxıntılardan qurtulmaq mömin üçün olmazsa olmazlardandır. Və sosial şəbəkələr dediniz, bəzən bizə tələbələr də sual verirlər, bizim Quran kursunda olan tələbələr də sual verirlər. Yəni gedirlər, araşdırırlar, görürlər ki, belə elədim, belə oldu, meditasiyanı belə elədim, nə bilim, astral səyahəti belə deyirlər filandır. Ya bu nə cür olmalıdır? Və yaxud da ki, bəzi zikirlər görürlər, belə halqa şəklində məsciddə belə qaçırlar, dövrə vururlar, bilmirəm, qarşınıza çıxıb çıxmayıb, yaşlı kişilər məsələn dövrə şəklində bu şəkildə məsciddə bir dolanırlar. Və yaxud da ki, səma deyə bir şey var, məsələn, Mövləvilikdə, Mövlana Cəlaləddin Ruminin belə deyim ki, ilk təməlini atdığı bir növ belə uzun belə bir papaqları var, görmüsünüzsə, ağ geyinərlər, bir əl belə yuxarıya açıq, o əl aşağıya açıq, belə dövrə vurarlar. Öz yerlərində belə dövr eləyərlər. Və yaxud da ki, bəzən görərsən ki, fərqli bir zikir çıxar. Bəziləri səsli zikir eləyir, bəziləri səssiz zikir eləyir, bəziləri musiqi ilə zikir eləyir ki, bunlar da var, qavalla, dəfnlə zikirlər var. Hətta Osmanlının tarixini, filmini çəkiblər, orada məsələn zikir səhnələri göstərilir, məsələn fərqli bir zikirlər var. Bilirsiniz, bunlar hamısı əslində bilirsinizmi, bunlar yaxşı bir şeydir, amma nəzarətdə olması gərəkən özbaşınalıqla bizə xeyir gətirməz bu zikirlər. Necə ki, bir müəllim bir tələbəni yetişdirərkən ona istiqamət verir, istəyir Quran-Kərim öyrənmək kursu olsun, istəyir ədəb, əxlaq olsun, istəyir tarix olsun, istəyir başqa bir şey olsun, yəni fizika olsun, kimi fərqi yoxdur yəni. Ona bir istiqamət verənə ehtiyac var. Məsələn, ona istiqamət verən olmasa fəsadlara gedib, məsələn, yol açar. Kimiyada öz başına gedib nələrsə eləyəcək, partlayış törədər, fizikada başqa bir şeylər çıxadar ortalığa. Ona görə də bu məsələlərdə də bir istiqamət verən bilgi əhlinə, zikir əhlinə,
bir ustada, bir müəllimə ehtiyac vardı ki, o şəkildə biz nə cür edək, nə tər edək, necə etsək, necə olar, bizim üçün faydalı olarmı, zərərli olarmı? Bəzən gəlib tələbələr danışırlar, deyirəm ki, bunu etməyin. Niyə etməyin? Çünki müəllim deyir, mən bunu etdim, gözümə başqa bir şeylər görsənirdi. Dedim, etmə, qəti şəkildə dayandır onu. Çünki orada artıq şeytan da müdaxiləyə girir. Orada artıq şeytan müdaxilə edir və insana bəzən sən çox böyük birisən kimin təsəvvür yaratmağa başlayır. Ona aldatmağa da şeytanın işi aldatmaqdır. Şeytanın işi insanı yoldan çıxartmaqdır. Şeytanın işi insanı Allahdan uzaqlaşdırmaqdır. İnsan təkəbbür yarandığı zaman, özünü böyük gördüyü zaman əslində Allahdan uzaqlaşır. Və o ərəfələrdə artıq şeytanın müdaxiləsi olur, özünü fərqli bir ab-havada olduğunu hiss eləyir, insanlar içərisində fərqli olduğunu hiss eləyir. Mən aliyəm, mən böyüyəm, mən fərqliyəm, mən Allaha yaxınam, bu insanlar hamısı aşağı təbəqədir filandır. Belə bir havalara girir və əfsuslar olsun ki, Allahdan da uzaqlaşır. Ona görə də o sosial şəbəkələrdə gördükləri, o zikirləri, deyilən o sözləri öz başına demək xeyir gətirməz. Və diqqət eləmək lazımdır. Bizim üçün ən önəmli, heç bir zərəri olmayan La ilahə illallah zikrini təkrarlasınlar. Namazlarımızdan sonra Peyğəmbərimizin öyrətdiyi Allahu Əkbəri, La ilahə, Elhamdülillahı və Subhanallahı desinlər dillərində. Allahın əsmasından hər hansı birini rahat bir şəkildə gün ərzində deyə bilərlər. Yəni ona görə də o məsələlərdə biraz diqqətli olmaq lazımdır. Bugünkü gənclərimizin sosial şəbəkələrə biraz axanları çoxdur. Yəni onların qarşısı da sizin kimi ilahiyyatçılar tərəfindən alınmalıdır və Allah Taala hər birimizi Allahın yolu ilə getməyə qismət etsin. Allah qəlbimizi həmişə Allahın mərhəməti ilə, Allahın sevgisi ilə, nuru ilə işıqlandırsın. Bu mövzu ətrafında bu gözəl söhbət üçün mən sizə özlərin minnətdarlığımı bildirirəm. Çox sağ olun, elminizə qüvvət olsun ki, belə bir mövzu ətrafında bizim ən çox da gənclərimizi maarifləndirdiniz. Bir daha özlərin minnətdarlığımı bildirirəm. Əziz tamaşaçılarımız, bugün din və cəmiyyət verilişində biz zikirlərdən söhbət açdıq. Hansı ki, zikirlər ki, o zikirlər hər birimizin həyatında yeni bir dönüş edə bilər, bizi Allaha daha çox bağlı edə bilər, işlərimizin rəvan olması üçün bizə böyük bir köməklik göstərmiş olar. Həmişə zikr edək, çünki bizi Allah Taala yaradıb, Allahımızı sevək, Allahımıza üst tutaq, şükürlər edək ki, bizim uca bir Rəbbimiz vardır, ona biz hər zaman əl açırıq, üst tuturuq, çünki belə bir məsəl var, deyir ki, yetən də Allaha çağırır, qaçan da Allaha çağırır. Çünki Allah vardır. Allah həmişə bizimlə olsun və ilahiyyatçımız Şahin müəllimin sonunda qeyd etdiyi kimi La ilahə illallah zikrini mütəmadi edək ki, Allah bizimlə həmişə olsun. Elə mən bu minvalla sizinlə sağollaşıb Allah amanında deyirəm.